Aleyküm salam və rəhmətullahi və bərəkatuhu. Qardaş sual verdi ki, duha namazının fəziləti və anlamı zəhmət olmasa. Duha namazı gün doğandan sonra zöhr namazına 10-15 dəqiqə qalana qədər qılınan namazdır. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir və Allah elçisi sallallahu aleyhi və səlləm 8 rəkətə qədər bu namazı qılıb. Yəni insan 2, 4, 6, 8, yəni bu namazı bu rəkətlər sayında qıla bilər. Və duha namazının fəziləti barəsində çox hədislər var. Və Allah elçisi sallallahu aleyhi və səlləm hədislərin birisində buyurur ki, insanın bədənində 360-dan çox qığırdaq var. 360-dan çox qığırdaq var və insana gün ərzində bu bədənində olan qığırdaqların sayı qədər sədəqə verməsi ona vacibdir. Boynunda bir borcdur ki, yəni bu qığırdaqların sayı qədər sədəqə versin. Və sonra buyurur ki, Subhanallah demək sədəqədir, Elhamdülillah demək sədəqədir, La ilahə illallah demək sədəqədir, Allahu Akbar demək sədəqədir, hər bir yaxşılığı əmr edib pislikdən çəkindirmək sədəqədir. Və sonra Allah elçisi sallallahu əleyhi və səlləm buyurur ki, 2 rükət duha namazı bunların hamısını əvəz edir. Bunların hamısını əvəz edir. Yəni, əgər insan 2 rükət duha namazı qılarsa, artıq bu 360-dan çox olan qığırdağın sədəqəsini vermiş sayılır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, duha namazı tövbə edənlərin, Allaha qayıdanların, Allaha üz tutanların namazıdır. Yəni, insan çalışmalıdır ki, yəni bacardığı qədər gün ərzində duha namazını əda eləsin.